Bugün mən sizlərə çay və qəndlə olan eksperiment göstərirəm. Və ilk öncə qəndi açaq. Bir ədəd düz bir qənd lazımdır bizə. Düz bir qənd lazımdır bir ədəd. İlk öncə çayı nəlbəkiyə əlavə edirik. Bu qədər bəs edər. Ondan sonra qəndi bura əlavə edirik. Misal üçün bu belə. Düz olmadı, biraz ev yox. Bir dənə kibrit lazımdır bu arada. Bu demək yaddan çıxdı. Kibriti yandırırıq belə. Bura əlavə edirik qəndin üzərinə. Və stəkanı da bura belə əlavə edirik. Və eksperiment burada başlayır. Baxın. Bütün su yığıldı stəkanın içinə. Maraqlı bir eksperiment idi. İzlədiyiniz üçün təşəkkürlər.